Azərbaycan Respublikasının Aktau şəhərindəki baş konsulluğunda 27 sentyabr Anım gününün 5-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə baş konsulluğun əməkdaşları Türkiyənin, Özbəkistanın, Türkmənistanın, Aktaudakı baş konsulları və əməkdaşları, Mangistau vilayətinin Xalq Nəzarət Şurasının sədri, Yesenov adına Xəzər Texnologiya Mühəndislik Universitetinin müəllim və tələbələri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər. İştirakçılar öncə Vətən müharibəsini özündə əks etdirən foto sərgi və kitablarla tanış olublar. Tədbirin əvvəlində Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla yad edilib. Sonra isə Baş konsul Ayxan Süleymanlı, Azərbaycan Respublikasının Türksoy təşkilatındakı nümayəndəsi Elçin Qafarlı və digər şəxslər çıxış ediblər. Ayxan Süleymanlı öz çıxışında Ermənistan-Azərbaycan münaqişəsinin tarixi barədə ətraflı məlumat verib. Həmçinin 1-ci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin hərbi və mülki şəxslər arasında heç bir fərq qoymadan işğal etdikləri rayon və şəhərlərdə dinc Azərbaycanlı əhalini amansızlıqla qətlə yetirdiyini iştirakçıların diqqətinə çatdırıb. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə 1994-cü il mayın 12-sində atəşkəsə dair razılıq əldə olunduğunu qeyd edən baş konsul bildirib ki, beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi 4 qətnamə 2020-ci ilədək icra olunmadı. Lakin buna baxmayaraq Azərbaycan dövləti iqtisadi, siyasi və hərbi gücünü artıraraq öz haqqını beynəlxalq hüquq çərçivəsində tələb etməyə davam etdi və nəhayət güc yolu ilə ədaləti bərpa elədi. Ayxan Süleymanlı eyni zamanda tədbirdə 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribatdan, bu təxribatın qarşısını almaq üçün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ermənistanla 44 gün davam edən müharibədən söz açaraq, Vətən müharibəsindən sonra regionda yeni reallıqlar formalaşdığını, Azərbaycan bugün Cənubi Qafqazın aparıcı gücü olaraq sülhün və təhlükəsizliyin təminatçısına çevrildiyini diqqətə çatdırıb. Baş konsul Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş miqyaslı quruculuq işləri barədə də məlumat verib. Azərbaycan prezidentinin sərəncamı ilə hər il sentyabrın 27-sinin Azərbaycan Respublikasında Anım günü kimi qeyd edildiyini bildirib. Tədbirin sonunda Şuşa sən azadsan sənədli filmi nümayiş etdirilib və şəhidlərimizin ruhunu əziz tutmaq üçün ehsan süfrəsi açılıb.